Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Əşmova. Bugün kurikulumdan imtahanda bizi gözləyən sual tiplərindən danışacağam. Ümid edirəm ki, bu izahım hər kəs üçün faydalı bir izah olacaq. Əgər ətrafınızda MİQə sertifikasiyaya hazırlaşan müəllimlər varsa, mütləq şəkildə bu izahı onlarla paylaşıb bölüşməyi unutmayın. Beləcə bizlər də sizin tələbatınızı hiss edərəkdən kanalımızda daimi sizlərə dəstək mahiyyətli izahlar yerləşdiririk. Qeyd edim ki, imtahanda bütün suallar sizə çətin, dolaşıq, uzun-uzadı düşəcək deyə bir məqam yoxdur. Sadəcə mürəkkəbə doğrudur sualların yazılış forması. Demirəm çətin suallar görməyəcəksiniz. Xeyr, qeyd etdiyim kimi sadəcə mürəkkəbə doğru müxtəlif sual tipləri görəcəksiniz. Mən də paylaşdığım izahlardan maksimal dərəcədə tutaq ki, bir izahda qismən asan sual tiplərini izah edirəmsə, növbəti sualda qismən orta, digər izahlarımda isə çətin sual tiplərini izah etməyə çalışıram. Yəni bir növ belə deyim ki, tutaq ki, bu video izahda sizə suallar asan gəlibsə, deməli bu asan sual tipinə aiddir. Yox, əgər növbəti video izahda isə qismən çətin gəlibsə, deməli orta sual tipinə aiddir. Və yaxud daha da çətin gəlibsə, deməli çətin sual tipinə aiddir. Yəni, biz də çalışırıq ki, izahlarımızda maksimal dərəcədə sizlərə dəstək olar, hər sual tipini göstərək. Qeyd etdiyim kimi, müxtəlif izahlar paylaşılır. Bunlardan xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Çünki abunə olduqda avtomatik sizə bildiriş halında gəlir ki, kanalda filan izah paylaşılıb. Bir də əlaqə nömrəmizi xatırladım. Baxın, bu hissədə əlaqə nömrəmiz yazılıb. Aşağı hissədə 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. Bu nömrə vasitəsilə bizim yeni açılan qruplarımıza qeydiyyatdan keçə bilərsiniz. Sizlər də əzbərləmədən açar sözlərlə bizimlə kurikulumu öyrənə bilərsiniz. Gəlin indi vaxt itirməyə başlayaq suallarımıza. Deməli, birinci sualımız biliklə bağlıdır. Şərtdə qeyd olunub ki, şagird Azərbaycan Dövlət Reklam Agentliyinin adını yadında saxlamaqda çətinlik çəkir və o sözlərin baş hərflərini əzbərləyərək bu idarənin adını Arda kimi yadında saxlayır. Bunu edən şagirddə biliyin hansı növü formalaşmış olacaq? Baxın, şagird özü üçün asan öyrənmə strategiyası, öyrənmə yolu, bir də belə deyək, bu yolu seçdi ki, bu yolla daha asan, daha yaxşı yadımda saxlayaram. Deməli, şagird özü üçün bir öyrənmə strategiyası seçirsə, burada strategiya məsələsi varsa yadınızda saxlayın, metakognitiv bilikdir. Niyə? Çünki metakognitiv bilikdə biz deyirik ki, şagird özü üçün uyğun olanı, səmərəli olanı, yəni edə biləcəyi olanı müəyyən edir. Metakognitiv bilik budur. Ona görə doğru cavabımız olacaq C variantı, metakognitiv bilik. Məsələn, baxın, tətbiq etməyi biliyin növü deyil, taksonomiya mərhələsidir. Bu olmaz. Bunu ümumiyyətlə silirik. Sonra konseptual bilik, yeni bilikdir, hər hansı bir konsepti ehtiva edir, konseptual bilik dedikdə. Ona görə bu da olmaz, çünki burada yeni bilik mahiyyətindən söhbət getmir, bunu da silirik. Sonra prosedural bilik, hər hansı bir prosesi ehtiva edir, prosesdən söhbət gedir, ardıcıllıqdan söhbət gedir. Burada da ardıcıllıq və proses yoxdur. Ona görə bunu da silirik. Faktoloji isə nə idi? Faktoloji dedikdə məlumat xarakterli bilikdir. Hər hansısa bir faktdan söhbət gedir də məlumatdan. Burada da belə bir məsələ yoxdur. Sadəcə şagird özü üçün düzgün öyrənmə strategiyasını, yolunu müəyyən edir. Ona görə doğru cavabımız olur metakognitiv bilik. Keçək digər suala. Deməli, bu sualımız təlimin formaları ilə bağlı bir sual tipidir. Şərtdə qeyd olunub ki, proses zamanı şagirdlərdə həmçinin bir-birini aktiv dinləmək bacarığı da formalaşır. Bu iş forması eyni zamanda çətinlik çəkən şagirdlərin daha güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Şəxsarası intellektə sahib şagirdlər üçün xüsusilə əlverişlidir. Söhbət hansı iş formasından gedir? Burada iki açar sözümüz var. Baxın, bir şəxsarası intellekt birinci açar sözümüz. İkinci açar sözümüz isə aktiv dinləmək. Yəni bu iki açar sözlə biz rahatlıqla tapa bilərdik ki, doğru cavabımız cütlərlə işdir. Yəni B variantı. Çünki gəlin belə bir situasiya yaradaq sizə. Mənimlə hər hansısa bir şəxs, hər hansısa bir müəllim söhbət edir. Təsəvvür edin. O mənimlə söhbət edən zaman mən onu aktiv şəkildə dinləməsəm və yaxud nə bilim telefonla və yaxud hər hansı bir yazı işi ilə məşğul olsam, ya onu dinləməsəm, o artıq mənimlə danışmayacaq. Deməli, ünsiyyət zamanı qarşılıqlı əlaqə olmalıdır. Biri digərini aktiv dinləməlidir. Bu da cütlərlə işdə xüsusən görülür ki, cütlərlə işdə bir şagird digər şagirdi dinləyir ki, onun dediklərinə qulaq asır
qarşılıqlı işləyirlər axı bir yerdə. Əgər işləməsələr, təbii ki, bir yerdə biri digərinə qulaq asmayacaq, dinləməyəcək və onların işi səmərəsiz olacaq. Ona görə cütlərlə işdə bilavasitə yadınızda saxlayın. Bizim aktiv dinləməyimiz var, plus da şəxslərarası intellekt var. Ona görə doğru cavabımız olur cütlərlə iş B variantı. Keçdik digər testə. Bu sualımız da nəzəriyyələrlə bağlıdır. Qeyd edim ki, şərtdə yazıb ki, Cabir kifayət qədər savadlı və dünyagörüşlü şagirddir. Lakin gözdən düşməkdən qorxur. Bu xüsusiyyət ona yeni biliklər almaqda ciddi mane olur. Bu situasiya hansı nəzəriyyənin xüsusiyyətlərini özündə əks elətdirir? Baxın, burada da açar sözümüz var. Açar sözümüz odur ki, gözdən düşməkdən qorxur. Bir də yeni biliklər almaqda ciddi ona mane olur. Deməli, Cabirdə qapalı düşüncə tərzi var. Niyə? Çünki Cabir qorxur ki, Allah birdən səhv deyərəm, müəllimimin gözündən düşərəm. Allah birdən səhv deyərəm, hər hansı bir səhvimə görə məni zəif oxuyan şagird kimi bilərlər. Görürsünüz, savadlıdır, lakin qapalı düşüncə tərzi var. Qorxur. Yəni risk etməkdən çəkinir ki, birdən kimisə gözündə savadsız olar. Deməli, bu şagirddə qapalı düşüncə tərzi var. Ümumiyyətcə, düşüncə tərzi kimin nəzəriyyəsi idi? Karl Dweck'in. Bəli, Karl Dweck düşüncə tərzi nəzəriyyəsində iki cür düşüncə tipini müəyyən edib. 1. İnkişafa açıq düşüncə tərzi. 2. İnkişafa qapalı düşüncə tərzi. Yəni, iki düşüncə tərzi var. Açıq düşüncə tərzi, qapalı düşüncə tərzi. Burada da gördüyünüz kimi situasiyada qorxur, yeni biliklər almaqda bir növ çəkinir. Bu da ona mane olacaq da, təbii ki, qorxan insan qabağa gedə bilməz. Qorxur risk almaqdan. Ona görə olacaq Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsi A variantı. Keçdik digər testə. Bu testimiz qeyd edim ki, təfəkkürlə bağlıdır. Məntiqi təfəkkürün tərkib hissəsi olan məntiq xətalarından söhbət gedir və bilavasitə uyğunlaşdırmadır. Gəlin indi uyğunlaşdıraq. Deməli, baxırıq. Birincini oxuyuruq. Yazıb ki, gələn turistlərin bir neçəsi sarışındır. Ruslar sarışın olur. Deməli, gələn turistlərin hamısı rusdur. Baxın, bir neçə nümunəni ümumi qrupa aid etdi. Bəlkə ora gələnlərin hamısı rus deyilmiş. Yəni, ancaq ruslar mı sarışın olur? Bəyəm Azərbaycanlılar sarışın ola bilməzmi? Deməli, bir neçə nümunəni ümumi qrupa aid etsə, bu həddən artıq ümumiləşdirmədir. Gəlin görək, həddən artıq ümumiləşdirmə hardadır? C-də. Deməli, 1-ə yazırıq C. Buraya yazaq 1, C. İndi 2-yə baxaq. 2-də yazıb ki, övladınız son zamanlarda dərsə hazırlıqsız gəlir. Demək istəyirsiniz ki, mən yaxşı valideyn deyiləm. Baxın, burada məsələ övladının dərsə hazırlıqsız gəlməsidir. Lakin şəxsi isə Loru desə boş-boş suallar verir, əsas məsələni qırağa atır, lazımsız situasiyadan tutur. Bu nədir? Boş adam. Təbii ki, 2-yə yazırıq B. Keçək 3-ə baxaq. 3-dən 4-ümüzdə yazaq bura. 3-də yazıb ki, yağlı xörəklərin yeyilməsi məsləhət görülmür. Çünki sağlamlığa ziyandır. Mən yağlı yeməklər yemirəm. Çünki sağlamlığa ziyandır. Bu da sirkulyar arqumentdir. Fikir verirsiniz, mühakimə yeni bir mühakimə ehtiva eləmir. Sanki adamın dediyini təkrar edir. Ona görə 3-ə yazırıq A. 4-ə baxaq. Test tapşırıqlarının cavablarının çoxu səhvdir. Demişdim ki, imtahana qədər telefondan istifadə etməyə məhdudiyyət qoy. Telefondan istifadə etmirəm. Sadəcə gələn bildirişləri silirdim. Baxın, burada da bilavasitə çox mənalı danışır, söz oyunu oynayır. Yəni, hər bir halda telefondan istifadə etmiş olurdu. Lakin deyir ki, telefondan istifadə etmirdim, gələn bildirişləri silirdim. Axı, müəllim tapşırmışdı ki, telefondan istifadə etmə. Yenə də telefondan istifadə edəndə müəllim görüb və belə bir şey irəli sürüb. O da deyir ki, mən telefondan istifadə etmirdim, bildirişi silirdim. Yəni, nə fərqi var ki? Hər bir halda telefon səndədir. Deməli, bu da çox mənalı danışmaqdır. D. Deməli, 1C, 2B, 3A, 4D. Təbii ki, olacaq D variantı. Keçək sonuncu sualımıza. Daha doğrusu sonuncu deyil, hələ bundan sonra bir sualımız da var. Bu sualda deyir ki, yanlış fikri müəyyənləşdirin. Bizə səhv fikir lazımdır. Baxırıq, A-da yazıb ki, verbal lingvistik intellektə sahib olmaq sözlərdən həm şifahi, həm də yazılı nitqdə effektiv şəkildə istifadə etmək bacarığıdır. Bəli, verbal lingvist nitqdir, danışıqdır.
Yəni bir növ belə deyim, hər hansısa bir fikri ifadə eləmək bacarıqlıdır. Bunun da fərqi yoxdur. Ha şifahi, ha yazılı. Yəni söz sənətkarlarıdır verbal linqvistiklər. Ona görə bunu sildim. Bu doğru, bizə səhv lazımdır. B-yə baxıram. Məntiqi riyazi intellektdə məntiq, səbəb-nəticə əlaqələrinə və digər abstraksiyalara qarşı həssaslıq daxildir. Bəli, məntiqi riyazidən söhbət gedirsə, səbəb-nəticə əlaqəsi bilavasitə bura aiddir. Deməli, bunu da sildik. Keçirik C-yə. Musiqi ritmli intellektdə registr, tembr və ton kimi anlayışlara həssaslıq aiddir. Bəli, musiqi ritmik desə, musiqidir, ritmdir, tempdir. Yəni musiqidən söhbət gedir də, bu da doğru. D-yə baxaq. Fərd daxili intellektə sahib olmaq adamlarda insanlarla ünsiyyətə maraqlı olmaq yaranır. Yəni bu hiss formalaşır, səhvdir. Niyə? Çünki fərd daxili intellekt insanlarla danışmağa əksinə meylsiz olur. Şəxslər arası olsaydı, meyilli olardı. Lakin fərd daxili intellektdə öz dünyası var, özünə qapanıb. Yəni özünə qapanıb deməzdim. Yəni özü çalışmağı sevir də. Deyir, tək əlim, tək başım. Özümə idarə eləyərəm, heç kimdən işim yoxdur. Yəni fərd daxili intellekt bu cür insanlardır. Tək çalışmağı sevir, ünsiyyəti sevmir. Deməli elə səhv olan budur da, D variantı. Bizdən nə istəyirdi? Yanlışı. Tapdıq ki, yanlış D-dədir. Keçək son sualımıza. Bu sualımız da cədvəldir, doğru-yanlış cədvəldir. Baxaq. Birdə yazıb ki, deklarativ bilik problemin həll olunması yolu ilə əldə olunan biliklərdir. Xeyr, deklarativ bilik məlumat xarakterli bilikdir. Problemin həll olunması yolu ilə əldə olunan bilik ola bilməz. Çünki faktə əsaslanır. Deklarativ faktdır. Deməli, bunu silirik, bu səhv. Baxaq ki, anlayışlar, təriflər, faktlar deklarativ biliyə aiddir. Bəli. Bayaq dedik, məlumat xarakterli bilikdir. Hər hansısa bir fakt, anlayış, tərif bura aiddir. Deməli, 2-ni götürürük. 3-ə baxaq. Tənliyi ardıcıllıqla həll etmək faktoloji bilikdir. Xeyr, ardıcıllıq varsa proseduraldır, yadınızda saxlayın. Deməli, bu da səhvdir, götürürük. İndi deyəcəksiniz ki, müəllim, niyə səhv idi götürdü? Çünki elə bizə səhv lazım idi da bu sütunu. Axı başında yazıb yanlış. Yəni, yadınızda saxlayın, bu tip cədvəllərdə doğrudan doğrunu seçirik, yanlışdan yanlışı. Cavabımız 2-3 oldu, B. Lakin gəlin 4-ü də oxuyaq. Deyir, nəzəriyyə və struktur konseptual biliyə aiddir. Bəli, nəzəriyyə, struktur konseptualın açar sözdür. Yəni, doğrudur bu. Bunu ona görə götürmürəm. Bu doğrudur. Bunun başında yanlış yazıb. Mənə bu sütundan yanlış olan lazım idi. Deməli, doğru cavabımız 2-3, B variantı. Bu da bizim sizə bugünlük təqdim etdiyimiz testlər. Ümid edirəm ki, izahlarımız sizə xeyri, faydası olacaq. Əgər ardının gəlməyini istəyirsinizsə, ətrafınızda olan MİQ sertifikasiya hazırlaşan müəllimlərə mütləq şəkildə izahlarımızı göndərməyi unutmayın. Beləcə, bir nəfərin faydalanması bir çox şəxsin faydalanmasına gətirir, çıxardır. Biz də sizlər üçün bol-bol izahları yerləşdiririk. Əlaqə nömrəmizdə xatırladım 055 280 59 24. Bu nömrəyə yazaraqdan da bizim MİQ və sertifikasiya üzrə kurikulum qruplarımıza qeydiyyatdan keçə bilərsiniz. Qeyd edim ki, düşünməyin ki, vaxta az qalır, az qalacaq və yaxud hazırlaşa bilməyəcəm. Xeyr, əgər imtahan günü vaxt vədə yetişməyibsə, deməli hazırlaşmağa dəyər. Sağ olun, salamat qalın.